Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhə, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fikrlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. Yeddinci hissə. Mən sizə Ali Peyğəmbərdən danışım. Qəlbimdə meyl oyandı, mən də danışdım. Sizin üçün Hamim ailəsindən bir ayə tapmışıq. Bizdən təqvalı olan bir kəs onu təfsir etdi. Mən onların xoşuna gəlməyən mövqeydəyəm. Bacardığım qədər sözümlə və əməlimlə çəkindim. Məni göstərib dedilər, bu hələ namid olmadı, halbuki özüm onları namid etdim. Bəziləri məni sizə olan məhəbbətimə görə kafir bildilər. Bəziləri də dedi, canidir, günahkardır. Azğınlıqları üzündən sizə olan məhəbbətimə görə mənə eyib tutdular. Hətta məsxərə belə edib təəccüb etdilər. Sonra da ruhiyyəmi alçaltdılar. Dini torpaq qədər alçaqdı deyib, mənə belə ləqəb verdilər. Nə lazımdır, xanım? Mən Kumeyd İbn Zeyd Bəşərin arvadı, əsrinin qızı Hubeylə. Nə istəyirsən? Ərimi görməyə gəlmişəm, onu görüb arxayın olmaq istəyirəm. Nə onun sənin gəlişinə ehtiyacı var, nə də sənin bura gəlməyinə. O çox yaxşıdır. Onu burada yedirdib içirdirik. Cəmaatı da onun dilindən qoruyuruq. Xahiş eləyirəm. Sən Allah bu qədər daş ürəkli, acı dil olma. Ola bilsin bu yaxınlarda çıxsın. Öz evinə qayıtsan yaxşı olar. Yox, inanmıram. Onun əl-ayaqlarının dilinin kəsilməsinə, sonra çarmıxa çəkilməsinə hökm verilib. Əgər hər şey sən deyən kimi olacaqsa, onda sənə heç nə qalmayacaq. Yalvarıram. Sənə ant verirəm Allaha. İcazə ver onu axırıncı dəfə görüm. Xahiş eləyirəm.
Yaxşı, məni burada gözlə. Kumeyt? Çıx, yanına gələn var. Xeyri ola Hübeyl, bura nə üçün gəlmisən? Dünyanın o başında olsam da gələcəkdim. Məqsədin nədir ay qadın? Çox uzatma, bura gəl. Ərin hardadır ay xanım? Zindana qayıtdı. Bəs ənindəki bu paltar nədir? Gəl gedək, gəl, mənlə gəl. Tez ol. Bura gəl ay axmaq. Ay alçaq, qadınları izləyirsən? Allah sənə lənət eləsin. Cəhənnəm ol buradan. Arvadının axırı necə olacaq, əba müstəhil? Bu iş Əbu Vailə aiddir. O bu işlə məşğul olacaq. Vəziyyət necədir? Adamlarımız hazırdır. Hələ də öz beyyətlərində inamlıdırlar. İlk baxışdan hə. Amma mən onların döyüş meydanında da bu ruhda qalacaqlarına o qədər əmin deyiləm. Onların sözü və sayları səni aldatmasın. Bu sözlərinlə məni babam İmam Hüseynin intiqamını almaq üçün mənlə beyyət və vəd eləmiş insanların haqqında şübhəyə salırsan. Küfəllər bax belədir. Onları yaxşı tanıyıram. Səni olan beyyətlərini, babanı olan beyyətlərini pozduqları kimi pozacaqlar. Allahdan başqa qüdrət sahibi yoxdur. Sənin evindən çıxıb mənzilə sağ-salamat çatmağım üçün mənə şərait yarad.
Dəymə mənə. Çox az miqdarda malım var. Ona görə məni öldürməyə dəyməz. Götür. Ordadır, götür. Tərpənmə dedim. Yayından görünür ki, mahir oxçusan. Qılıncındansa ömründə istifadə eləməmisən. Əlbəttə, sənin şücaətli olduğunu zənn eləyirəm. Sən məndən nə istəyirsən? Qorxağı şücaətdən seçməyi hardan bilirsən? Sənin qılıncın heç vaxt qan görməyib. Yayındansa o qədər istifadə eləmisən ki, boşalıb. Yaydan istifadə eləyənlər heç vaxt düşmənlə meydanda üz-üzə gəlmirlər. Ona görə də qılıncla vuruşmurlar. Düz deyirsən. Mən çox sərrast və mahir atıcıyam. Qılınca gəlincə, o yol üçündür. Əgər yola çıxmasaydım, onu götürməzdim. Çünki mən heç kimlə vuruşmağı sevmirəm. Bizdə nahaq qan tökmək haramdır. Sözdə belə deyirsən, amma əllərin müsəlmanın da qeyrisinin qanına bulanıb. Qan tökmək sizi üçün adi bir oyundur. İstəyir xəlifə olsun, istəyir hər hansı bir vali sizi çağırıb, "Ey filan kəs, bunun boynunu vur" deyən kimi siz dərhal onun boynunu vurursunuz. Qanı da arada batıb gedir. Axı sən hansı haram qanla danışırsan? Dediyim bu adamlar Allah kəlamına əhəmiyyət vermirlər. Zülm etməkdə müşriklər də qabaqlayıblar. Öz məzhəblərindən olanları da öldürürlər. Hələ başqa məzhəbdən olanları demirəm. Sən xəlifənin dinində deyilsən? İnsanları öldürən və onlara zülm eləyən xəlifənin və hakimlərin dini bu hansı dindir? Din yalnız Allahın dinidir. Ondansa gəl bir yerdə çörək yeyək. Sonra məni öldürmək istəsən, tox öldürərsən, yaxşı? Ac ölməkdən acığım gəlir. Yola züqan hardadır? Nəsə heç onu görmürəm. Onu o tərəfdə gizlətmişəm. Səni alladıb tutmaq istəyirdim. Sən Yunanlısan? Adım da Qazandır. Bu səhranı keçib Bağdada getmək istəyirəm. Deməli birlikdə keçəcəyik. Yaxşı, gəl oturaq çörək yeyək. Buyur. Belə? Belə idarə olunur möminlərin əmrinin zindanı? Mən sizə Kumeydi çarmıxa çəkməyə əmr eləyirəm, siz isə axmaqlıq eləyib onu əldən buraxırsınız. Ey ağam, bax bu qadın bizi allatdı. O çox hiləgərdir. Həqiqətən qadınların hiləsi böyükdür. Sənin məsələni özüm həll eləyəcəm. And olsun Allaha ki, sənlə başqalarına ibrət dərsi verəcəm. Sənsə ey Allahın düşməni, möminlərin əmrinin düşmənini cürət edib zindandan qaçırırsan? O möminlərin əmrinin düşməni deyil, sənin düşmənindir ey qəsri. Sən də xəlifənin adından istifadə edib intiqam alırsan. Deməli belə. Ərinin əvəzinə onun özünü zindana atın. Tez olun! Xoş gördük, qardaş. Qandalları hazırlamısan? Bu dəqiqə gətirirəm. Buyurun, ağam. Sağ ol, əlin qolun var olsun. Gedək. Bəs mənim zəhmət haqqım? Bu da zəhmət haqqı.
Get ipi qandalla əvəz elə. Tez sağ-salamat gedin öz diyarınıza. Ay cemaat! Siz dünya və axirət saadətinizi təmin edəcək bir işi qəbul eləmişsiniz. Doğrudan da Peyğəmbər ailəsi ilə bir mövqedə olmaq, başqası ilə bir mövqedə olmaq kimi deyil. Bir gün atam Əli ibn Hüseyn öz saçından tutaraq mənə dedi ki, onun da atası, şəhidlər ağası Hüseyn ibn Əli saçından tutaraq demişdi. Möminlərin əmiri olan atası Əli ibn Əbu Talib öz saçından tutaraq rəvayət elədi. Bir gün Allahın Rəsulu, Allahın salamı ona və ailəsinə olsun, öz saçından tutaraq dedi, kim saçımdan bir tükə belə əziyyət versə, həqiqətən mənə əziyyət verib. Mənə əziyyət verənsə, Allah Taalaya əziyyət vermiş olub. Hər kimdə Allah əziyyət versə, göydə və yerdə olanlar ona lənət oxuyarlar. Sonra Allahın bu sözünü tilavət elədi. Allah və onun Peyğəmbərinə əziyyət verənlərə Allah həm bu dünyada, həm də axirətdə lənət eləyər və onlar üçün çox qorxulu bir əzab hazırlayar. Düz buyurdu əzəmətli Allah. Siz mənim sözlərimi eşitdiniz. Bundan sonra nə edəcəksiniz? Peyğəmbər ailəsinin ağzına çalışacaq. Peyğəmbər ailəsinin ağzına çalışacaq. Peyğəmbər ailəsinin ağzına çalışacaq. Bu inanılmazdı. Heç inanmaq olmur. Bir nəfər 4 əskəri öldürüb, Bəli ağam, hamısını öldürüb əsirləri azad eləyib. O 2 əsiri özüm gördüm. Cəmi bir kişi, hələ də sizin axmaqlığınızdan və bacarıqsızlığınızdan kəsə bilmədiyiniz, iti dilindən başqa heç bir silahı olmayan bir kişi, hanı Kumeyd? Bilmirik. Bilmirsiniz? Hanı? Hara yoxa çıxdı? Yoxsa yer yarılıb onu utdu? Başımız Kumeyddən çox-çox təhlükəli olan birinə qarışıb ağa. Kimə? Zeyd ibn Əliyə. Küfədə şübhəli canlanma var. Küfəyə çox sayda qərib insanlar gəlib gedir. Kimlə əlaqədə olduqlarını, hətta neynədiklərini belə bilmirik. Yəqin ki, gizlində nəsə baş verir. Və bir gün qaranlıq gecədə... Qulaq asın, Zeydi bir dəqiqə belə olsa gözünüzdən qoymayın.
Nə onu, nə də onun adamlarını. Dərhal bu əmri əsgərlərə çatdıracağam. Görəsən, siz indi hardasınız? Görəsən başınıza nə iş gəlib? Süleyman İbni Əbdülməlik Qafqazı və Azərbaycan torpaqlarını öz hökmü altına alsın. Məsləmi ilə Maviyə orduya başçılıq eləməyi öz öhdələrinə götürsünlər. Əbdülmərvan İbni Əbdülməlikin fətihlərinin dayanmasını istəmirəm. Pula nə qədər ehtiyacınız olsa, o qədər də götürə bilərsiniz. Baş üstə ağam. İrəli! Hay, hay! Getdik! Tərpən! Anam evdədir, buraxın məni! Sakit ol! Anam evdədir, Sakit buraxın ol! məni! Geç görəm! Sənin həyatın bitdi. Səni Bağdadda bir də görsək, övladlarını gözünün qarşısında öldürəcəyik. Anam evdədir, buraxın məni! Buraxın! Anam evdədir, buraxın məni! Narahat olma qardaş. Allaha and olsun ki, mən sənin malına heç vaxt dəymərəm. Nə mal? Mənim heç nəyim yoxdur. Qulaq as. Namaz qıldığım vaxt oğru kimi gəlib qılıncı üstümə çəkdin. Yeməyə heç azüqən belə yoxdur. Biz çaya çatdıqda ancaq əl və üzünü yudun. Yatanda da canavar kimi bir gözün açıq yatırsan. Belə ancaq nə isə gizlədən adam eləyər. Sən öz malını paltarının altında gizlədirsən. Arxayın ol. Mən Allaha şükür əmin adamam. Mala ehtiyacım yoxdur. Bu səfərə də mal üçün çıxmamışam. Ola bilməz. Mən bunu eşidəndə inanmadım. Əmir Xalid Əl-Qəsri
bütün şərəf və səxavətinə baxmayaraq, şücaətinə baxmayaraq qadını zindana salır. Həm də gör nə üçün? O qadının özərini sevdiyinə görə. İbn Ziyad. Mənə qulaq as. Sən onun ərinin kim olduğunu çox gözəl bilirsən. Mən elə buna görə gəlmişəm də, əmir. Onun ailəsinin kim olduğunu və qohum əqrabasının sayının da nə qədər olduğunu bilirsən. Onlarla düşmənçilik eləməyin sənə bir xeyri var? Hardasan ey səxir? Sənə bir işim düşüb. Buyur, eşidirəm sənə qardaşım. İnşallah karvanla Misrə tərəf yola çıxırıq. Bizim üçün zəncirdən, mismardan və ümumiyyətlə yola nə lazım olacaqsa düzəltməni istəyirik. Bunlar bizə yolda lazım ola bilər. Xahiş edirik. Allaha şükür. İş lap yerinə düşdü. Nə demək istəyirsən? Biraz pul yığmışam ki, kiçik ev alım. Satanla da danışmışam. İnşallah bu işin qazancı ilə pulun üstünü düzəldə bilərəm. Allah işini avand eləsin. İstədiyinə çatasan. Sən çox gözəl insansan ey səxir. Hə, yadından bir şey çıxdı. Nə yadından çıxdı qardaşım? Həyat yoldaşı. Bəli, həyat yoldaşı. Evlənim. Axı kimlə? Sən kimi istədiyini de, mən də onu sənin üçün nişanlıyım. Yaxşı, görüşərik. İşin avamda olsun. Sağ-salamat, yaxşı yola. Oğlum Süheyl 2 ildir ki evlənib. Amma hələ də məni evinə dəvət eləməyib. Heç mən də getməmişəm. Bir həftə bundan əvvəl mənə məktub yazıb ki, səndən üzr istəyirəm. Nəvəmə ad qoymağımı istəyir. Özünlə daşıdığın mal oğlun üçün hədiyyədir. Yox, yox, nəvəm üçün. Yazıq. Quldurlar sənə nəvəni görmək üçün fürsət vermədi. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ey Allah'ım, bu işlerin ahırını hayır elə. Ey Əba Əmmarə. De görüm ticarətindən hələ kirayə eləməmiş nə qədər qalıb? Ondan 1/4 istəyirsən, yoxsa 1/3? Yoxsa... Əgər desəm ki, hamısını etiraz eləyəcəksən? Hamısını? Ağam, dəmirçi gəlib çatdı. Gözləyin burada. Deyəsən, biz razılığa gələ bilərik. Bura gəl. Qulaq as, dəmirçi. Əgər işində səhlənkarlıq eləsən və yaxud məni gecikdirsən, and olsun Allaha ki... Əvvəla xahiş eləyirəm ki, məni təhdid eləməyəsən. Mən nə səndən, nə də başqasından qorxmuram. Mənə iş gördürmək istəyirsənsə, sənə minnətdaram. Yox, istəmirsənsə, icazə ver, mən çıxım gedim. Yox, bu işi sənə gördürürəm. Sənə gördürürəm. Yaxşı, onda... Bu kişi çox güclü və şücaətlidir, ey Əba Əmmarə. Gedim işimi görüm. Sənə dedim axı. İndi mən hardan bilim ki, sən mala tamah salıb onları öldürməmsən. Pulların hamısı sənindir.
Mənə ondan Bağdada gedib çıxmaq üçün biraz verərsən. Qalanı sənin olsun. Gör cəmaatın canı sənin üçün nə qədər ucuzdur. Özlərini öldürüb, mallarını götürürsən, sonra da ona buna paylayırsan. Mən heç nə eləməmişəm. O pulu da sənə verdim ki, mənim haqqımdakı şübhələrin yox olsun. Mənə haram pul lazım deyil. Təqvalı dilənçi? Mən dilənçi deyiləm. Elə isə burada nə edirsən? Sənə yaxşı yol. Hara gedirsən, qardaşım? Sənə burada qalmağı məsləhət görmürəm. Buranın hər tərəfi təhlükəlidir. Bu nə dilənçidir? Mal oğurlamır, heç kim öldürmür. Bu dilənçidən daha çox məscid imamına oxşuyur. Ağam Fərəzdə öldü. Bilmirəm sizi təbrik eləyim, yoxsa başsağlığı verim. Cəhənnəmə ki. Söyüş söyəni namuslu qadınlara böhtan atanın biri idi. Həm öz canı qurtardı, həm də başqalarının. Hişam qəzəblənərək Fərəzdəqin həbsinə əmr verdi. Fərəzdəq Məkkə ilə Mədinə arasında Əsfəl adlı yerdə həbs olundu. Bu xəbər Əli ibn Hüseyn əleyhissalama çatdıqda ona 12.000 dirhəm göndərib dedi: bizi üzürlü hesab elə ey Əba Firas, bundan artığına imkanımız olsaydı sənə göndərərdik. Fərəzdəq onun cavabında dedi: ey Peyğəmbər övladı, Allah və Peyğəmbərə hörmətsizlik elədiklərinə görə belə demişəm. Yoxsa mən buna heç razı deyiləm. Kaş Allah canımızı bu Xalid və qardaşı Səffafın əlindən qutaraydı. Düz deyirsən, bu Xaliddə şərəf deyilən şey yoxdur. O xəyanətkardır. Əmin adam deyil. Dayılarının xasiyyəti ona keçib. Kimə xəyanət eləyir? Raziyə xəyanət eləmədi. Kişiyə yaraşar ki, əmanəti götürüb, sonra ona xəyanət eləsin. Bəni Üməyyədən olan bəzi kişilər zülm edilərsə, saraylarında şərab içib cavan qızlar və rəqqasələrlə əylənirlərsə, elə bilirsən ki, onlardan sonrakılar belə olmayacaq? Vərd, Bəli, qardaşım. sənə dediklərimi unutma. Onu Mərv əhlinə çatdır. Buyur, eşidirəm. Mərv əhlinə nəsihət məktubumu Allahın adı ilə yazaraq bunu salamımı çatdır adımdan ona. Hər şey özündən asılıdır sənin. Əgər boyun əysən zalıma bil ki, artacaq qəmin, dərdin. Haqqını tələb et, ayıq ol hər an, sözünün üstündə dağ kimi dayan. Nəcdə kökü olmayan qulluqçu olma, axirəti düşün, qəflətdən oyan. Amma onlar onun söyüşkən və böhtan atan olduğunu deyirlər. Nə vaxt bizim haqqımızda sultan və onun tərəfdarlarından tərif eşitmisən? İdris ibn İmran deyir, bir nəfər Fərəzdəqin Allah və onun rəhmətinin böyüklüyündən danışdığını eşidir və buna təəccüb edib soruşur. Sənin ki belə ümid və məzhəbin var, niyə namuslu qadınlara böhtan atıb bu elədiklərini eləyirsən? Fərəzdəq ona belə cavab verir. Siz şayələrə uyub mənə töhmət vurursunuz. Halbuki bu töhmət heç də həqiqətə uyğun deyil. Məndən istədiyim borcu əmindən nə üçün istəmirsən? Bir halda ki, o Allaha şükür imkanlı adamdır. Bir şeyə görə ondan borc istəyə bilmirəm. O nədir ki? Onun qızı ilə nişanlanacağam. İstəmirəm ki, boynumda minnət olsun. Bir işi düz edirsən ey evladım. Qaynatanla olan pərdəni aradan götürmə. İkinci sualın nədir? Sən elə düşünmürsən ki, dəvələrin hamısını kirayə götürmək, bu qədər pul borc götürmək təhlükəli işdir? Ola bilsin satanda ziyan eləyəsən və yaxud yol kəsənlər qarət eləsinlər. Əksinə mən eşitdim ki, o karvanı daha təhlükəsiz eləyəcəkdi. Necə? Karvanın bir dəfə soyğunçuluğa məruz qalmasını karvanbaşçıya dedim. Diqqətli olması və gözətçilərə görə ona pul ödəyəcəm. Hə, düz iş görmüsən. Əbu Əmmarə ikinci dəfə aldanmaz. Qulaq as mənə.
Əsas budur ki, Misirdə qıtlıq olduğunu eşitmişəm. Bu Təlhənin karvanı üçün münasib vaxtdır. Elə ona görə də daha çox qazancı olsun deyə. Onun hamısını kirayə eləmişəm əmican. Hamısını kirayə eləmişəm. Mədinə şəhəri. Mənim əzizlərim, hara gedirsiz? Ağamız Cəfər ibn Muhammedin yanına gedirik. O çox əməli salih adamdır. Bilmək olar Şeyx Əbdürrəhmanın yanına niyə getmirsiniz? Bəs siz niyə ağamız Cəfər ibn Muhammedin yanına getmirsiniz? Gedək. Onlara nəsihət eləmək istədim, amma əksin oldu. Əssalamu əleykum. Və aleykəssalam əmi. Xoş gəlmisən. Gəlmişəm sənə dəmirin pulunu verim. Mən pulu verməmişəm axı. Dəmiri necə alacaqsan? Məndə buna kifayət eləyəcək qədər dəmir var əmi, narahat olma. Dəmirin pulunu işimi qutarandan sonra alaram. Əmi, sənin işini 1-2 gün gecikdirsəm, inciməzsən, hə? Bilirəm ki, sən sənətini sevirsən. Onu görə də səhlənkarlıq eləmirsən. Narahat olma əmi. Bilirsən ki, mənim işimdə bu adi haldır. Əbu Nəymə güldük və onun yaşlı olduğunu dedik. Sənin qolunun belə olmasına biz onda nə deyək? Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.